Assalamu aleykum və rəhmətullahi və bərəkatuh, hörmətli qardaşlar və bacılar. Mübarək Ramazan ayının son 10 günlüyünü, o 1000 aydan daha xeyirli olan anların sorağını yaşayırıq. Qədr gecəsinin dəqiq vaxtı bir hikmət olaraq gizli saxlanılsa da, İslam alimləri bu mübarək zamanın tarixləri haqqında mühüm rəylər irəli sürüblər. Bugün Ramazan ayının 23-cü gecəsidir. Xüsusilə Əhl-i Beyt imamlarından gələn mötəbər rəvayətlərə görə, bu axşam Qədr gecəsinin olma ehtimalı ən yüksək olan, duaların qəbul edildiyi və taleylərin yazıldığı əsas gecə hesab olunur. Bu mübarək ehtimalın kölgəsində biz bugün Qədr surəsinin sadəcə tərcüməsinə deyil, onun dərin qatlarına inəcəyik. İslam dünyasının böyük arifi İsmail Haqqı Bürsəvi Həzrətlərinin məşhur Ruhul Bəyan təfsiri əsasında hazırladığımız bu izahla surənin ayə-ayə hikmətlərini birlikdə kəşf edəcəyik. Buyurun, bu mənəvi ziyafətə birlikdə başlayaq. Qədr surəsi. Bismillahirrahmanirrahim. Həqiqətən biz onu, Qur'anı, Qədr gecəsində nazil etdik. Sən Qədr gecəsinin nə olduğunu bilirsənmi? Qədr gecəsi 1000 aydan daha xeyirlidir. O gecə mələklər və ruh, yəni Cəbrail, Rəbbinin izni ilə hər bir iş üçün enərlər. O gecə dan yeri ağarana qədər sülh və salamatlıqdır. 1-ci ayə. Biz onu, Qur'anı, Qədr gecəsində nazil etdik. Allah Qur'an-ı Kərimin nazil edilməsini öz zatına aid edərək onun böyüklüyünü göstərir. Halbuki Qur'an Cəbrail vasitəsilə Peyğəmbərə gətirilmişdir. Ayədə biz sözünün işlədilməsi də Qur'anın əzəmətini və ucalığını bildirmək üçündür. Qur'an Allahın qədim kəlamıdır və o Ramazan ayında nazil edilmişdir. Allah bunu başqa bir ayədə belə bildirir. Ramazan ayı insanlara doğru yolu göstərən, haqqı batildən ayıran, açıq dəlillər olan Qur'anın nazil edildiyi aydır. Bu ayə Qur'anın Ramazan ayında nazil olduğunu bildirir. Lakin burada onun gecə və ya gündüz nazil olduğu açıqlanmır. Buna görə Allah başqa bir ayədə belə buyurur. Biz onu mübarək bir gecədə nazil etdik. Bu ayədən anlayırıq ki, o gecə nazil olub. Lakin hansı gecə olduğu məlum olmur. Daha sonra Qədr surəsində belə buyurulur. Şübhəsiz ki, biz onu Qədr gecəsində nazil etdik. Beləliklə, Qur'anın nazil olduğu gecənin Qədr gecəsi olduğu aydın olur. Rəvayətə görə həmin gecə bir il ərzində baş verəcək bütün mühüm işlər müəyyən edilir və yazılır. Bu səbəbdən həmin gecəyə Qədr gecəsi deyilir. Çünki o gecə işlər təqdir edilir, yəni müəyyən olunur. 2-ci ayə. Sən Qədr gecəsinin nə olduğunu bilirsənmi? Ey Muhammed sallallahu aleyhi və səlləm! Qədr gecəsinin həqiqətini sənə kim bildirə bilər? Bu ifadənin mənası belədir. Qədr gecəsinin əsl mahiyyətini insanlar tam şəkildə dərk edə bilməzlər. Onun böyük dəyərini yalnız Allah bilir. Bu ifadə həmin gecənin böyüklüyünü və dəyərini göstərmək üçündür. Qədr gecəsinin fəzilətlərindən biri də budur ki, həmin gecəni ibadətlə keçirən insan böyük savab qazanır. Peyğəmbərimizdən belə bir hədis rəvayət olunur. Kim imanla və savabını Allahdan gözləyərək Qədr gecəsini ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar. Həzrəti Ayşə radiyallahu anha Peyğəmbərimizdən soruşmuşdur. Ey Allahın elçisi, əgər Qədr gecəsinə çatarsam, necə dua edim? Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. De, Allahümmə innəkə afuvun tuhibbul affə fa'fu anni. Yəni, Allahım, sən çox bağışlayansan və bağışlamağı sevirsən, məni də bağışla. Qədr gecəsinin dəqiq vaxtı gizli saxlanmasının hikməti, insanların Ramazan ayının bir çox gecəsini ibadətlə keçirməyə çalışmalarıdır. 3-cü ayə. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Bu o deməkdir ki, Qədr gecəsində edilən ibadət başqa gecələrdə edilən ibadətdən daha qiymətlidir. 1000 ay təxminən 83 il 4 ay deməkdir. Yəni bir insanın həmin gecədə etdiyi ibadət uzun illər ibadət etmiş kimi böyük savab qazandırır. 4-cü ayə.
O gecə mələklər və ruh, yəni Cəbrail, Rəbbinin izni ilə hər bir iş üçün enərlər. Qədr gecəsində Cəbrail və digər mələklər Allahın izni ilə yeryüzünə enirlər. Onlar həmin il üçün müəyyən edilən işlərlə bağlı Allahın əmrlərini yerinə yetirmək üçün gəlirlər. Ayədə mələklər sözünün ümumi şəkildə işlədilməsi bütün mələklərin bu gecədə yeryüzünə endiyini göstərir. 5-ci ayə. O gecə dan yeri ağarana qədər sülh və salamatlıqdır. Bu ayə Qədr gecəsinin tamamilə xeyir və bərəkət gecəsi olduğunu bildirir. O gecə dan yeri ağarana qədər salamatlıq və mərhəmət doludur. Başqa bir mənaya görə isə, mələklər həmin gecə ibadət edən möminlərə salam verir və onlar üçün dua edirlər. Bir hədisdə belə buyurulur: Qədr gecəsi Cəbrail bir qrup mələklə birlikdə enər və Allahı zikr edən və ibadət edən hər bir möminə salam verər və onun üçün dua edər. Gördüyünüz kimi Qədr surəsi bizə sadəcə bir gecəni deyil, bütöv bir ömrə bərabər olan ilahi fürsəti, Rəbbimizin mərhəmətini anladır. Bürsəvi həzrətlərinin Ruhul Bəyanda qeyd etdiyi kimi, bu gecə dan yeri ağarana qədər hər kəs üçün sülh və salamatlıqdır. Ümid edirəm ki, bu təfsir sizin üçün sadəcə məlumat deyil, həm də mənəvi bir dirçəliş vəsiləsi olacaq. Bu mübarək gecədə etdiyiniz dualarda bizləri də unutmamağınızı xahiş edirik. Videonun daha çox insana çatması və bu xeyrə şərik olması üçün bəyənməyi və paylaşmağı unutmayın. Kanalımıza abunə olaraq bu mənəvi yolculuqda bizimlə davam edə bilərsiniz. Allah orucunuzu, namazınızı və dualarınızı qəbul etsin. Gecəniz mübarək olsun. Və salamun aleykum və rəhmətullahi və bərəkatuh.